Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək və təhsilin daha interaktiv və əlçatan olmasını dəstəkləmək məqsədilə ölkədə milli onlayn təhsil platforması Rəqəmsal Məktəb istifadəyə verilmişdir. Rəqəmsal Məktəb platformasında müxtəlif istifadəçi qrupları üçün fərdi kabinetlər mövcuddur. Şagird, valideyn, müəllim və direktor kimi istifadəçi qrupları öz ehtiyaclarına uyğun şəkildə platformadan faydalana bilirlər. Platformaya giriş etmək üçün şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərləri istənilən cihazdan rəqəmsal.edu.az saytı üzərindən fərdi kabinetlərinə daxil ola bilirlər. Kabinetə giriş Sima tətbiqi ilə mümkündür. Kabinetdə ana səhifədə direktor ilə əlaqə, övladının gündəlik qiymətləri, dərs cədvəli və digər məlumatları görmək mümkündür. Valideynlər övladlarının əldə etdiyi nailiyyətləri, gündəlik qiymətləri və ümumi nəticələrini real vaxt rejimində izləyə bilirlər. Platformada valideynlər məktəb rəhbərliyi ilə birbaşa əlaqə saxlaya bilirlər. Bu ünsiyyət kanalı valideynlərə övladları ilə bağlı hər hansı suallarını, problemlərini və ya təkliflərini operativ şəkildə müzakirə etməyə kömək edir. Bu da tədris prosesində valideynlərin aktiv iştirakını və müvafiq dəstəyi təmin etmiş olur. Platformada eyni zamanda məktəblə bağlı sorğu bölməsi mövcuddur. Bu bölmədə valideynlər övladlarının təhsil aldığı müəssisə ilə bağlı sualları cavablandıra bilirlər. Kabinetə daxil olan valideynlər övladları barədə məlumatı Övladların bölməsindən görə bilir. Kabinetdə həmçinin şagirdlərin şəxsi və ailə məlumatları əks olunan şəxsi iş bölməsi də yerləşdirilir. Valideynlər övladlarının Rəqəmsal Məktəb platformasına girişini təmin etmək üçün öz kabinetlərində şifrə təyin edə bilirlər. Şifrə 12 simvoldan ibarət olmalıdır. Tərkibində kiçik, böyük hərflər, rəqəm və xüsusi simvollar olmalıdır. Valideyn kabineti valideynlərin övladlarının təhsildə iştirakını təmin edərək, onların tədris və inkişaf proseslərini daha yaxından izləmələrini mümkün edir.